Avropa İttifaqı Tofiq Yaqublunun məhkum edilməsindən təəssüfləndiyini bildirib. İttifaqın xarici işlər üzrə baş sözçüsü Anita Hipper X səhifəsində yazıb ki, fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir. Amnesty International təşkilatı da Azərbaycan hakimiyyətini Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir. Xarici İşlər naziri bildirib. Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən Fazil Qasımov 9 il, Anar Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.